yaşından, cinsindən, işlədiyi işdən asılı olmayaraq insanlar arasında çox rast gəlməkdədir. İstər uşaqlar olsun, istər gənclər olsun, istər yaşlı insanlar olsun, bütün təbəqələrdə rast gəlməkdədir. Xahiş edərdik ekranda göstərərdik görüntülərimizi. Və bununla əlaqədar olaraq da baş ağrısı hələ də aktuallığını qoruyub saxlamaqdadır. Bütün klinikalara müraciət edən xəstəliklər arasında 2-cü, 3-cü və yaxud da ki, bəzi yerlərdə 4-cü yerləri bölüşdürməkdədir. Buna görə də baş ağrılarında səbəblərinə toxunmaq istərdik. Və baş ağrını qısaca biz iki qrupa bölmək istərdik. Birinci növbədə birincili baş ağrıları vardır ki, birincili baş ağrıları nə deməkdir? Yəni, başın özündə olan ağrı verən səbəblə əlaqədar yaranan bilən baş ağrılardır. İkinci baş ağrıları nədir? Bu daha çox bizi təhlükəli edir, daha çox narahat edir. Beyin daxili olan hər hansı bir xəstəliklər nəticəsində, yəni şiş xəstəlikləridir, beyin qanamaları sonrasıdır, meningitlər sonrasıdır və beyin daxili bəzi ödemlər sonrası baş verə bilən baş ağrılarıdır. Bunların içərisində daha çox hal-hazırda cəmiyyətdə rast gəlinən baş ağrılarını qeyd etmək istərdim ki, gərilim tipli baş ağrılarıdır və baş ağrıları arasında müraciət edən xəstələr arasında demək olar ki, hər 5 xəstədən ikisi və yaxud da 3-ü bu tipli şikayətlə müraciət etməkdədir və yaxud da əksər hallarda bu xəstələr heç bu şikayətlərə müraciət etmədən öz başına olaraqdan bir çox ağrı kəsici dərmanlardan istifadə edirlər ki, bu da nəticə olaraq xoşa gəlməz sonuclarla nəticələnə bilər. Gərilim tipli baş ağrısı özü nədir? Bu şəkildə ekranda göstərildiyi kimi başımızın üzərində, kəllə sümüklərinin ətrafında xüsusi qrup əzələlər vardır ki, bu alın nahiyəsində, gicgah nahiyəsində və ənsə nahiyəsində əzələ qrupları vardır və bunları birləşdirən aponevroz, qaliaponevrotik adlandırdığımız aponevrotik bir təbəqə vardır ki, və bəzi insanlarda bu tipli baş ağrıları necə olur? Yəni, xəstələr bizə müraciət edəcəkdir ki, mənim başımda deməli, sıxıcı tərzdə, küt təzli bir ağrılarım vardır. Və bu şəkildə də sağda aşağıda göstərilmişdir ki, qırmızı xətlə başın hər iki tərəfində, sağında və solunda eyni anda sıxıcı tərzdə olacaq. Bəzi hallarda xəstələr bizə nə deyə bilər? Doktor, sanki başımın ortasında, təpə nahiyəmin ortasında keylik var, uyuşuqluq var, diskomfort var və bəzi hallarda ola bilir ki, xəstələr bunu heç ifadə edə bilmirlər. Bu önəmli bir məqamdır. İkinci ola bilsin ki, bu baş ağrılar eyni zamanda boyun nahiyəsinə doğru davam edə bilirlər. Üçüncü şəkildə göstərdiyi kimi dairəvi xarakterdə olur. Xəstə başının hər bir tərəfini sirkulya şəkildə ağrını qeyd edir. Bu baş ağrının başı xarakteri cəhəti nədən ibarətdir? Başqa baş ağrına nisbətən yüngül və yaxud da orta dərəcədə intensivlikdə olur. Və bizdə bu baş ağrısı varsa və hansı hallarda biz bilə bilərik ki, həqiqətən də bu gərginlik baş ağrısıdır. Xəstələr çox gözəl şəkildə qeyd edirlər. Doktor, mən hər hansı bir iş gördüyüm zaman, fiziki aktivlik zamanı, başım hər hansı bir işə qarışdığı zamanı bu ağrılar bir qədər azalmağa doğru meyilli olur. Bu çox önəmli bizim üçün məqamdır ki, diaqnozun qoyulmasında da, xəstələrin özləri haqqında da bizə doğru məlumat verilməsində çox önəmli rola malikdir. Və bunun yanaşı olaraq bu tipli xəstələrdə ürək bulanmaz və qusma qətiyyən olmayacaqdır. Səsə və işığa qarşı isə həssas olmaz. Və bu tipli olan baş ağrılarına biz tibbdə gərginlik tip baş ağrıları deyilik. İndi bunu bildik, yəni bizim bu şikayətlərimiz var, amma bunun yaranma mexanizması da önəmlidir. Yəni şikayətimiz var da biz necə edək ki, özümüzü qoruyaq və bunun üçün birinci növbə nəyi bilməliyik biz? Bu gərginlik tip baş ağrılarının yaranma mexanizması bizim üçün çox-çox önəmlidir. Burada iki mexanizm vardır yaranmasına görə alimlər tərəfindən araşdırılır. Birinci növbədə periferik mənşəli, ikincisi də mərkəzi mənşəlidir. Periferik mənşəlidə baş ağrısının yaranma mexanizmi səbəbi nədən ibarətdir? Burada sol tərəfdə kompüter arxası iş görən bir insan canlandırılmışdır. Doğru oturaq pozisiyasının keçilməməsi, doğru yataq rejiminin seçilməməsi və yaxud da yastığımızın doğru olmaması bu nəyə gətirib çıxardacaqdır? Ortadakı şəkildə göstərildiyi kimi boyun fəqərləri göstərilmişdir və bu boyun fəqərlərinin üzərində isə boyun əzələləri göstərilmişdir. Boyun fəqər arası layihələrdən isə başa doğru, ənsəyə doğru gedən ənsə sinirləri və önə doğru davam edən əzələ qrupları, qan damarları və sinirlər göstərilmişdir. Və buna görə də boynumuzu biz doğru kullanmadığımız zamanı, istifadə etmədiyimiz zamanı bu tip hastalarda deməli nə baş verəcəkdir? Baş ağrıları, başı sıxıcı bir şəkildə, küt bir şəkildə, əhatə edən bir şəkildə ağrılar olacaqdır. Və birinci növbədə nə etmək lazımdır? Həyat rejimimizdə, oturuşumuza, duruşumuza və yaxud da yataq rejimimizə bunlara çox-çox önəm və diqqət verməmiz bizim üçün çox önəmlidir. İkinci önəmli bir mexanizm nədən ibarətdir? Sağ tərəfdə alt köşədə göstərdiyi şəkildə beyində serotonin deyilən bir maddə vardır. Xüsusi bu neuromediatordur. Bunun normal şəkildə, doğru bir şəkildə ifraz olunarsa əgər, başdakı olan ağrılar
və baş ətrafında oluşan bu əzələlərin tonusu normal olacaqdır. Amma əgər hər hansı bir insanda stres, depressiya, gərginlik, iş həyatında və ya da həyatında uğursuzluqlar, daimi qıcıqlandırıcı faktorlar vardırsa, bu beyində olan mediatorlar və bunların içərisində daha çox ağırlıqlı rola malik nədir? Beyindəki olan serotonin maddəsinin doğru bir şəkildə ifraz olunmaması nəticəsində baş ətrafında olan bu qrup əzəllərdə artıq sıxıcı tərzdə, küt tərzdə ağrılar olacaqdır ki, bunun da yaranma səbəblərindən biri bundan ibarətdir ki, mərkəzi səbəblərindən biri də bundan ibarətdir. İkinci ən çox rast gəlinən ağrılardan biri nədir? Migren tipli baş ağrılardır. Migren tipli baş ağrılar araşdırmalar göstərir ki, qadınlarda bu tipli baş ağrılar kişilərin nisbətən daha çox rast gəlinir. Və bunun rast gəlməsinə əlaqədar olaraq da qadınlar bu tipli baş ağrılarını doktorlara çox müraciət edirlər. Amma təəssüflər olsun ki, bəzən əksər hallarda migren olmadığı halda xəstələrə migren diaqnozu qoyula bilir. Uzun müddətli, lazımsız, gərəksiz bir yerdə dərman müalicələrini istifadə edə bilirlər ki, sonuc olaraq da nəticə verməyə bilir. Migren ağrıları hansı tipdə olacaqdır? Şəkildə göstərildiyi kimi, birinci növbədə migren ağrıları birinci gərginlik tipi arasında fərqli olaraq bir tərəfli daha çox olur. Alın və yaxud da təpə nahiyəsini daha çox tutmağa meyillidir. Və ağrının xarakteri necə olacaqdır burada? Zonklayıcı xarakterdə olur, pulsasiya edici xarakterdə olur. Xəstə bizə gəlib nə deyə bilir? Doktorum, məndəki baş ağrıları daha çox sadəcə sanki beynimdə bir ürək döyüntüsü var, zonklamalarım var, pulsasiyam var kimi şikayətdə ola bilər. Və bu baş ağrıları daha şiddətlidir, orta dərəcədə də ola bilir və bunun başqa fərqləndirici cəhəti nədən ibarətdir? Hərəkət zamanı, fiziki bir iş zamanı bu tipli baş ağrıları artmağa meyilli olur. Və bu xəstələr nəyə meyilli olurlar hər zaman? Baş ağrısı əgər tutarsa, bunlar daha çox səssiz, sakit və qaranlıq bir yerlərə çəkilməyə meyilli olurlar. Ona görə də bu xəstələrə daha çox üstünlük verirlər ki, ağrı olduğu zaman bütün işlərdən təcrid olunsunlar, qaranlıq, sakit bir otağa keçirsinlər, işığı keçirsinlər, səsdən və küydən uzaq bir məkanın olması bu xəstələrdə baş ağrısının bir qədər rahatlamasına səbəb olur. Və bu baş ağrısı ilə yanaşı, pulsasiya edici baş ağrı ilə yanaşı, bu xəstələrdə ürək bulanma və yaxud da qusmanın da olması migren xəstələri üçün xarakterikdir. Və migrenin də bir çox növləri vardır ki, bunlarda qısaca bəzən toxunmaq istədim. Auralı və yaxud da aurasız migren vardır ki, auralı migrenlərdə xəstələr baş ağrısının gəlməsini öncədən hiss etməyə başlayırlar ki, bunlar xüsusi simptomlar olur ki, göz qararmaları olar və yaxud da bəzi hallar keçirə bilirlər ki, bunlar da xəstələr baş ağrısının gəlməsini öncədən hiss etmiş olurlar. Bəs yaxşı, burada bizim üçün önəmlidir ki, migrenin yaranma səbəblərindən ibarətdir. Ekranda göstərilmişdir, beyindəki venalar və arteriya göstərilmişdir. Və bu vena və arteriyanın ətrafından beyin toxumalarından gələn sinir hüceyrələrinin çıxıntıları gəlir ki, hansı ki, reseptorlar gəlir damarların üzərində bizim damarlarımızın tonusunu təmin edir. Bu nə deməkdir? Yəni, damarların daralmasını və genişlənməsini təmin edən beyində xüsusi mediatorlar vardır, belə deyək, maddələr vardır ki, bu maddələrin doğru bir şəkildə ifraz olunması nəyə gətirir, çıxardır və burada da yenə önəmli yerə malikdir, serotonin maddəsi çox önəmlidir ki, bunların doğru bir şəkildə ifraz olunmaması nəticəsində damarlar öncələrə spastik, yəni daralma meyilli, sonra da isə tonusun düşməsi nəticəsində genişlənir. Və bu genişlənmə nəticəsində nə baş verir? Damar daxilində bəzi kimyəvi elementlər beyin toxumasına və yaxud damar ətrafı sahəyə keçərəkdən bu sinir hüceyrələrinin uclarını, reseptorları qıcıqlandıraraqdan xəstədə bu kəskin, zonklayıcı tərəfli, bir tərəfli olan migren baş ağrılarının yaranmasına gətirib çıxarmış olur. İndi burada bizim üçün önəmlidir. Yəni, dərman müalicəsi təbii. Yəni, xəstələr doktora müraciət etdiyi zaman, doğru diaqnoz qoyulduğu zaman, xəstələr əgər bu dərmanları istifadə edərlərsə, doğru diaqnoz sonrası çox-çox faydasını görəcəklər. Amma burada doktorun və yaxud da ki, həkimlə xəstənin bir şəkildə əl-ələ verərəkdən çalışması müalicədə önəmli olan malikdir. Bunun üçün xəstədən biz nə tələb edirik? Həyat rejiminin doğru qurulması, yuxu rejimi çox önəmlidir, bir də qidalanma rejimidir. Həyat rejimi deyək ki, nəyə diqqət etməliyik? Migren tipli hastalar özləri daha çox bilirlər ki, nə kimi şeylər bunların baş ağrılarını artıracaqdır. Həddindən artıq çox yorucu işlərin olması bunlar üçün problem yarada bilir. Yuxu rejimi burada çox önəmlidir. Bəzi xəstələr həddindən artıq çox yatarlarsa və yaxud da çox az yatarlarsa, artıq beyində bu dediyimiz mediatorlarda və damarların tonusunda problemlər nəticəsində artıq migren tipli baş ağrılarının xəstələrdə simptomları özünə biruzə vermiş olacaqdır. Ona görə də bu tip xəstələrə biz yuxu rejimində çox-çox diqqət verməsi xahiş edirik.
Üçüncü önəmli şey nədir? Qidalanma rejimidir. Yəni, bəzi qidalar vardır ki, hər bir miqren xəstəsini buna şamil etmək olmaz. Amma əksər miqren xəstələri qidalarına doğru fikir verməlidir. Nələr bunlarda olmaz? Önəmlidir. Şokolad, kakao tipli maddələr bunlarda qətiyyən yasaqdır, olmaz. Çünki bunlar beyindəki damarların tonusunu və beyindəki serotonin miqdarını tənzim etdiyində problem yaratdıqlarına görə baş ağrısı artıra bilir. Sarı, sitrus meyvələrinin, tropik meyvələrin bunlarda istifadə olunması bir qədər məsləhət görülmür, təhlükəlidir. Tamatlı, ədviyyatlı tipli yağların, ədviyyatların olması məsləhət görülmür. Eyni zamanda bunlarda bəzi pendirlər, Holland tipli pendirlər dediyimiz maddələr vardır ki, bu elementlərin tərkibində bəzi maddələr miqren xəstələrinin baş ağrını tətikləyə bilir, artıra bilir, problem yarada bilir. Ona görə də bu xəstələr qidalanma rejiminə də çox-çox önəm verməlidirlər. Aha. Belə Əli Osman bəy, buyurun. Üçüncü tip baş ağrılarının içərisində kümət tipli baş ağrıları, bunu biz klaster tipli baş ağrıları deyilik. Bu da rast gəlinir, amma təəssüflər olsun ki, bəzən bunun da diaqnozu qoyulması gecikdirilə bilir və yaxud da heç bir şəkildə qoyulmaya da bilir, diqqətdən qaça bilir. Çünki bunlar bəzən miqren tipli baş ağrılarına da bənzəyə bilir. Bu tipli baş ağrıları daha çox kişilərdə rast gəlinir. Yəni 3-ün 1-ə nisbətində kişilərdə qadına nisbətən daha çox rast gəlinir. Burada ağrılar daha çox bir tərəfli olur və daha çox şəkildə də göstərildiyi kimi göz yuvası ətrafı, qaş üstü nahiyələrdə və cicgah alın nahiyəsinin bir tərəfində olmağa meyillidir. Bu tipli baş ağrısı miqrendə də ola bilər, amma biz bunu miqrendə necə xarakterizə edəcəyik, necə fərqləndirəcəyik? Ekranda bu açıq bir şəkildə göstərilmişdir. Bu tipli xəstələrdə göründüyü kimi birinci növbədə həmin gözdə göz yaşarması olması çox önəmlidir. Bəbəklərə fikir verək, soldakı və yaxud da sağdakı bəbəyə, ağrı olan tərəfdəki bəbək sol bəbəyə nisbətən bir qədər burada kiçik ölçüdədir. Burada deməli miyoz müşahidə olunur. Eyni zamanda göz qapağı normal gözə nisbətən ödemli olur və bir qədər sallanmış olur. Bu da çox önəmlidir. Bu xəstələrdə baş ağrısının eyni zamanda alın və üzün həmin tərəfdə tərləməsi də bu xəstələrdə xarakterikdir. Və bu xəstələr başqa olaraq bizə nə deyə bilirlər? Mənim baş ağrısı olduğu zaman həmin tərəfdəki burun çəkəcəyimdə olan nəfəs alma problemim var və yaxud da burun axıntımın olması çox önəmlidir. Və bu tipli xəstələrdə çox təəssüf olsun, həddinin artıq dözülməz ağrılar olur. Dözülməz olduğu qədər də buna görə də xəstələr bir çox hallarda bəzi intihara belə meyilli ola bilirlər. Və buna görə də bu xəstələr heç olmazsa ildə 2 dəfə profilaktik olaraq doktor kontrolundan keçməlidirlər və bu xəstələrin də ağrısını periodik olmasına əlaqədar bəzi xəstələr hiss edə bilirlər ki, yaz və yaxud da payız aylarında bu tipli ağrılar xəstələrdə aktivləşə bilir, arta bilir. Buna görə də bu tip hallarda da doktor kontrolunda olması çox-çox önəmlidir. Dördüncü önəmli baş ağrılarının biri nədir? Boyun osteoxondrozu zamanı yaranan baş ağrıları. Burada sual meydana gələ bilər ki, necə ola bilər ki, boyun problemi olan bir xəstədə baş ağrısı yarana bilər? Bunu da açıqlaması izah edəcəyik. Burada göründüyü kimi, deməli, boyun nahiyəsində olan fəqərələr göstərilmişdir. Sümük elementləri deyirik. Və bu sümük elementləri arasında göy rəngdə göstərən boyun fəqərəsi qığırdaqlardır. Bu, onurğa sütunu elə bir mükəmməl şəkildə yaradılmışdır ki, bu boyun fəqərəsində qığırdaqlar hündür olacaqdır və bunların ətrafında, arxasında sinir dəliyi dediyimiz deşiklər var, dəliklər vardır. Və bu dəliklərdən qola, yuxarı ətraflara, əllərə və başın arxasına doğru gedən bəzi sinirlər vardır, sinir köklükləri vardır. Eyni zamanda damarlar keçir. Osteoxondroz nəticəsində, spondilyoz nəticəsində, protruziyalar və ya da qabarmalar nəticəsində, bəzi hallarda yırtıqlar nəticəsində nə baş verir? Burada olan qığırdağın qabarması, sürüşməsi nəticəsində bu sinirlər sıxılır. Və bunun sinir sıxılması nəticəsində baş verəcəkdir. Artıq bu şəkildə də göstərildiyi kimi boyunun arxasından çıxan və başa doğru davam edən sinirlərin kompressiya uğraması və yaxud da sıxılması nəticəsində boyundakı və yaxud da başdakı əzələ qrupları eyni anda ağrı verməyə başlayır. Və bu ağrı ilə bərabər bu xəstələrdə damarlar da bu yanaşı keçdiyinə görə, həmən naidə göstərdiyinə görə damarla əlaqədar, sinirlə əlaqədar və əzələ ilə əlaqədar baş ağrıları müşahidə olunur. Bu da çox önəmlidir. Tamam. Yəni bu sinirlər sıxılır da biz bunu başqa baş ağrılarına necə fərqləndirəcəyik? Bu da önəmli bir məqamdır. Bu xəstələrdə deməli boyun osteoxondrozu nəticəsində baş ağrılarının xarakteristik xüsusiyyəti nədən ibarətdir? Birinci növbədə burada da ağrılar bir tərəfli olur. Şəkildə göstərildiyi kimi ağrı boynun arxasından başlayaraq başa doğru davam edir. Xəstələr qeyd edə bilər doktor, boynun arxasından başlayan, alnıma doğru davam edən ağrıların olması boyun osteoxondrozu nəticəsi olan ağrılar üçün xarakterikdir.
İkincisi, bu ağrılar sıxıcı xarakterdə olur və küt xarakterdə olur. Üçüncüsü, önəmli məqam nədən ibarətdir? Boyun hərəkəti nəticəsində bu ağrılar artmağa meyilli olur və boyun xəstə hərəkət etdirdiyi müddətdə baş ağrıları artacaqdır və bu xəstəni nə rahatlaşdıra bilər? Bu da çox önəmlidir. Boyun arxasına isti bir şeyin qoyulması və yaxud da isti bir mühitdə bu xəstənin boyun ağrısı və yaxud da baş ağrısı bir qədər rahatlaşacaqdır. Və eyni zamanda boyun ağrısında bu xəstələr daha çox masaj etdirməyə meyilli olurlar. Çünki masaj nəticəsində bu ağrılar azalmağa doğru meyilli olurlar. Burada yanaşı olaraq hansı simptomlar ola bilər? Deməli, boyun problemi varsa, xəstələrin qollarında ağrılar və uyuşuqluqlar olması, əllərdə uyuşma və keyliyin olması, başın hərlənməsi bu xəstələr üçün xarakterikdir ki, burada da xəstələr nəyə diqqət etməlidir? Ekranda bir şəkil göstərilmişdir. Sağ tərəfdə normal, boynumuzun özünə məxsus olan kökəkliyi, əyriliyi göstərmiş. Biz buna tibbi olaraq boyun lordozu deyilik. Amma sol tərəfdə görüldüyü kimi xəstədə boyun lordozu itmişdir və boyun fəqərləri düzləşmişdir. Sanki bir düz xətt üzrədə oxla göstərdiyi kimi və buna görə də bu təbii əyrilik, yaradılış etibarilə mükəmməl olan bir əyriliyin itməsi nəticəsində xəstədə boyunda və qol ağrıları və baş ağrıları artmış olacaqdır ki, bu tipli xəstələrə də biz, yəni bizim klinikamızda çox yüksək səviyyədə fizioterapevtik xidmətlər vardır ki, doktorlarımız bərabər bir şəkildə dəyərləndirdikdən sonra bu xəstələrə biz yardımcı ola bilirik. Burada boyun arteriyası göstərilmişdir. Boyun fəqərlərinin yan nahiyəsindən keçən boyun arteriyaları sıxıldığına görə bu tipli xəstələrdə hər bir xəstədə olmasa da bəzi xəstələrdə baş ağrısı ilə bərabər boyun arteriyasına sıxıldığına görə də bu xəstələrdə vertebral-bazilyar çatmamazlıq baş verir ki, nə ola bilər? Baş ərlənməsidir, baş dönməsidir, sərsəmlik hissiyatının olmasıdır, sanki xəstə fəzada gəzir, bu hissiyatın olmasıdır, müvazinətin itməsidir, baş ağrıları ilə boyun ağrı ilə bərabər qulaqlarda səs-küyün olmasıdır və bəzən xəstələrdə bayılma tipli ani yıxılmaların olmasıdır ki, bu tipli şikayətlər olarsa, deməli, xəstələr bir qədər diqqətli olaraq erkən bir zamanda həkimə müraciət edilməsi önəmlidir. Bizim üçün daha çox təhlükəli olan və bizi qorxuzan və xəstələrimizə daha çox diqqət etməsi olan nədir? Beyin şişləri zamanı olan baş ağrılarıdır. Təəssüflər olsun ki, bəzi xəstələr doğru diaqnoz qoyulmaya bilər və yaxud da xəstə heç doktora getmədən öz başına olaraq bəzi ağrı kəsici dərmanları istifadə etdiyinə görə beyin şişlərinin yaranma ehtimalı olan xəstələrdə erkən olaraq müdaxilə olunmadığına görə xəstələr fəsadlarla üzləşə bilir və hansı şikayətlərimiz bizdə olarsa, bizdə beyin daxili şiş və yaxud da başqa bir problemin olması şübhəsi yarana bilər. Yeni yaranmış və fərqli tipli olan ağrıların daimi və fasiləsiz olması çox önəmlidir. Və ağrılar başın istənilən bir nöqtəsində ola bilər. Burada lokalizasiya önəmli deyil. Şişin yerləşdiyi yerdən asılı olaraq bu tipli xəstələr başın bu və yaxud da digər tərəfindən ağrılardan şikayət edə bilir. İkincisi, səhər erkəndən olan ürək bulanmanın və qusmanın olması bəzi hallarda bu xəstələrdə simptomlar ola bilir və burada xəstələr qusduğu halda rahatlaşma bunlarda müşahidə edilmir və iləri dövrlərdə xəstələrdə gecikdirilərsə baş ağrısı ilə bərabər xəstələrdə nevroloji defisitlər olur. Bu nə deməkdir? Xəstələrdə əl zəifliyi, ayaq zəifliyi, iləri mərhələlərdə xəstələrdə nitqin pozğunluğu ola bilər, yerişi pozula bilir və şəhər simptomlarının olması və dördüncü olaraq da xəstələrdə öncələri müşahidə edilməsələr də iləri yaşlarda etibarən artıq bu xəstələrdə nə baş verə bilər? Qıc olmaların olması, sudurqaların olması da xəstələrdə və yaxud da uşaqlar olsun, yaşlı insanlar olsun, artıq bu tipli simptomların olması haqqında bizdə bir qədər təhlükə yaradacaqdır. Erkən diaqnoz burada çox-çox önəmlidir. Doğru bir şəkildə erkən zamanda həkim müraciət edərlərsə, maqnit rezonans tomoqrafiya, kompüter tomoqrafiya və yaxud da başqa bir müayinə nəticəsində bu ekranda göstərildiyi kimi şiş xəstəliyi aşkar olunarsa, erkən bir zamanda bizdə müasir bir şəkildə bu əməliyyatlar icra oluna bilir. Olunarsa xəstələr faydasını görə biləcəklərdir. Son olaraq, qısa olaraq qeyd etmək istərdim ki, yaşlı insanlar arasında ən çox rast gəlinən baş ağrılarının biri nədir? Arterial təzyiqin yüksəlməsi nəticəsində ensefalopatik baş ağrılarıdır ki, hansı ki xəstələr təzyiqini kontrolda saxlaya bilmir, yüksəlməyə meyilli olurlarsa, bu xəstələrdə kəskin baş ağrıları olur, baş ağrısına yaraşır ürək bulanma, qusma olur, göz qararılması və yaxud da baş ərlənməsinin olması, arterial təzyiqin yüksəlməsi və buna görə də bu tipli xəstələrdə baş ağrısı olur və bu baş ağrıları da beyin ödemi keçdikdən sonra keçib gedir
Amma belə tipli baş ağrıları varsa, təzyiq yüksəlməsindən bərabər müşahidə edilirsə, erkən bir zamanda doğru bir mütəxəssisə müraciət etmək lazımdır ki, bunun xoşagəlməz fəsadları olmasın. Sağ tərəfdə ekranda göstərildiyi kimi ürəkdən çıxaraq beyinə davam edən, burada 4 arteriya vardır ki, deməli yuxu arteriyası və vertebral arteriya vardır ki, bunlarda təzyiqin yüksəlməsi nəticəsində istər hemorragik, beyin daxili qansızma və yaxud da işemik tipli insultlar baş verə bilər. Bu tipli şikayətlər olmamışdan öncədən ona görə də doktorlara müraciət etməkdə fayda vardır.